Filistin bir ölkə olaraq və bir məmləkət olaraq bugün hüquqi cəhətdən təsbit olunmuş durumdadır. Yəni, Sazman Millətin nümayəndəsi var, mərzləri müşəxxəsdir. Fəqət tənacidir ki, Filistinə indi qalıb digər görülə o dövlətin təsbit olmasıdır. Yəni, Filistin Oslo anlaşmasında, sonra da İshak Rabinlə Yasir Ərafatın görüşməsi Amerikada və onu imzalaması mərz cəhətindən İsraillə Filistini ayırıb və aydınlaşdırıbdır. Amma bir sual var. Əcəba ərəb dövlətləri ki, dünyanın çox geniş vasitədə enerji qaynağını təmin edən dövlətlərdirlər. İndi bu dövlətlər dünya dövlətlərini və İsraillə müzakirə edəcəklər və mövcud anlaşmanı, yəni iki dövləti müstəqil Filistin, İsraili təsbit eləməyə çalışacaqlar. İsraillə müzakirə edəcəklər. Savaş da olmayacaq ha. Qədim savaşlar olubdur. Savaş da olmayacaq. İsraillə müzakirə edəcəklər. Deyəcəklər ki, İttihadiyyə Ərəbdən ordu düzəldir. Filistinin əmniyyəti daxilisini təmin eləsin və icazə verməsin bu ifrati cərəyanlar İsrailə təərrüz eləsinlər. Yəni, İttihadiyyə Ərəb bir dənə ordu təmin eləsin və Filistinin mərzlərini İsrailə qarşı qorusun. Yəni, ərəblər özləri qorusunlar. Ta ki, basubat bir devlət Filistində işin üstünə gəlsin. Bu ifrati və ziddi İsrail cərəyanlarında qarşının altında fəaliyyətlərini. Bu qədər. Yəni, savaş da ehtiyac yoxdur. Yəni, ərəb dövlətlərinin hamısı mövzuya girsələ bir mövzuya və İsrail görsə bu ərəb dövlətlərlə hətta barışıb da çoxları ilə hamı istəyir ki, bu sohbat olsun və İsrailin mərzləri də qorunsun. İsrail əleyhinə Filistinin mərzlərindən bir hərəkət olmasın, bu iş olan bir işdir. Amma indiyə qədər bu iş olmayıbdır. Filistin ərəb dövlətlərindən yaxın kim nereden kömək alacaqdır? Kim ona gəlib kömək eləyəcək onlara? Amma bu 10 dövlət, dünyada tanınmış dövlət, hətta Filistin tanınmış bir hüquqi bir statusda olan bir dövlət təsbit eləmədə bir qədəm götürmürlər. İndi qeydirəm Azərbaycan məsələsi və bu təcrübədən istifadə eləməyə. Bizim Azərbaycanımız və Türk xalqı İranda nə ehtiyacı var? Bugün birliğe ehtiyacı var. O birliğin içindəndir ki, bir güc kimi meydanda ola bilər. Baxmayaraq ki, biz bugün bilmirik ki, xalqımızın neçə faizi bizləndir. Amma bilirik ki, çox faizi bizlən deyil. Çox az faizi, yəni az dərsədi bizləndir. Amma bu az güc, bu az dərsədi ki, gəlib bu hərəkəti milliyə qovuşub, ya zehniyyəti bundan yaxındır. Biz o gücləri müttəhidən meydana gətirməkdə problemliyik. Mövcud Azərbaycanda və ya İranda olan Türk xalqının siyasi gücünü, siyasi və ya mənəvi gücünü bir araya toplayıb bir güc kimi göstərməkdə çətinlik çəkirik, elə deyil? 3 cərəyanı fikri var. Biri istiqlalçılardılar. İstiqlalçılar nə deyirlər? Deyirlər, biz istiqlaldan sonra başqa yol yoxdur. Güney Azərbaycan ayrılmalıdır və ondan sonra başqa bir şey düşünmək olmaz. Baxmayaraq ki, bu olumlu olması, şəraitinə uyğun olmasına baxmayaraq ki, elə bir şərait deyil, amma hər halda o fikri var və bir seri insanlar o fikrinə məşğuldurlar. Bir seri cərəyanlar düzəlibdir ki, federal zehniyyətin münasib bilirlər, çünki istiqlalı əsla imkanı, istiqlaliyyət almanı görmürlər və federal stratejisinə söykəniblər. Amma bu cərəyanlar etiqadları budur ki, tüm bizim gücümüz zəifdir, yəni içəridə bizim gücümüz zəifdir. İran rejimi aşanda, mesela Türkiye ordu yürüdəcək İrana və ya Azərbaycan ordu yürüdəcək, Güney Azərbaycan azad olacaq. Bu zehniyyətlə yaşayırlar. Əlbəttə bunu da izafə edeyim ki, istiqlalçıların zehniyyətində də dəqiqən bu vardır ki, hani İran rejimi deyəndə bir-birinə Türkiye və Azərbaycan ordu yürüdüb bizə köməkli eləyəcək istiqlal tapmalar üçün. Bunların hamısı bilirlər ki, Azərbaycan Türk Milli Demokratik Hərəkatının o qədər gücü yoxdur ki, özünü azad eləyə bilsin. Ona görə bunlar deyirlər ki, bu devletlər gəlib bizi qutaracaqlar. Üçüncü xətt nədir? Bizim xəttimizdir. Yəni, inanırıq ki, Türk Milli Demokratik Hərəkatı bir federal platforma əl tapa bilər. Əgər biz eləyə bilək İranda xalqımızı maarifləşməsini gücləndirib genişdirək, eyni halda onu organize edək, eyni halda o organize olmuş xalqın hərəkatı ilə o birisi xalqların, siyasi qeyri-fars xalqların kənarında durmaqla, bir-birinin yanında durmaqla
mərkəzdə olan demokrat və federal təmayüllü olan güclərlə bir araya gəlib İranın gələcək siyasətində, İran rejimindən də haqq qazanmağa çaba göstərməkdir. Bu da bizim xəttimizdir. Yəni, hər nə qədər eləyə bilsək xalqımızı maarifləşdirək və bu hərəkata qovuşturaq, o qədər güclücə eləyə biləcəyik haqqımızı qazanmaqda rol oynayaq. Amma bu üç xət bir-birinin yanında dura bilmir. Yəni, Azərbaycanın mövcud gücünü göstərməkdə çətinlik çəkirik. Niçin? Çünki o ikisi, yəni istiqlalçılar və taktiki federalçılar deyək və hətta taktiki olmayan federalistlər də bir tədad insanlarımızla ki, həqiqətən federalçıdırlar, federal düşünürlər ki, istiqlal qeyri-mümkündürlər. Amma onlar da Erdoğan və Əliyevə inanan şəxsiyyətlərdirlər. Çünki bunlar güya gəlib bizi qurtaracaqlar. Bu adın çəkdiyim zehniyyət, o iki fərqli zehniyyət Türk hərəkatının gücünün bir araya gəlməsi, toplanması, nümayiş etdirilməsi qarşısını alıbdır. İndi niyə dedim bu sözü, niyə gətirdim Filistin məsələsinə? Filistin təcrübəsi bizə o qədər aşkara bir təcrübədir ki, elə bir dərin təcrübədir ki, oradan qaçmaq, yəni həqiqətə gözü yummaq deməkdir. Bu qədər ərəblərin güclü, pullu, imkanlı, hətta dünyada enerji qaynaqlarını təmin edən rolunun oynaması bir tərəfdən də Filistinin hüquqi statusunun olması, yəni dünyada qəbul olub bu bir dövlətdir. Hətta bu bir dövlətdir deyə dünyada qəbul olubdur, onun yanında durub onun məsələsini həll eləməyə təşəbbüs göstərmirlər ərəb dövlətləri. İndi nə cür olacaq ki, Türkiyə hansı qaynaqlarının, hətta Azərbaycan 10 milyon cəmiyyəti ilə dünyada bir rolu var mı məsələ deyək bunun rol oynasın? Yox. Heç bir nə Azərbaycan və nə Türkiyə dünyada elə bir üstün bir rol oynayan bir mövqedə deyirlər. Bir. İkinci də Azərbaycan, Güney Azərbaycan və bizim vəziyyətimiz hüquqi cəhətdən nə bizim camiə İranda rəsmiyyətimiz var. Yəni, heç bir hüquqi statusumuz yoxdur da. İranda qeyri-fars xalqlarının heç birinin hüquqi statusu yoxdur. Nə qanun əsasında hüquqi statusu var, nə də gerçəkdə hüquqi statusu var. Yəni, bizim heç bir hüquqi statusumuz olmadan bir zəif hərəkətlə ola, bizim bu dostlarımız intizarları var ki, Azərbaycan və Türkiyə gələcəklə bizi qurtarmağa. Və bu zehniyyət, bugün bu təfərrüq, bu ayrılıq, bu bölünmə, yəni bu daha zəif göstərilmədə çox böyük bir rol oynayır bu iki zehniyyət. Ona görə bu diqqət çəkdim ki, ərəblərin və Filistinin təcrübəsi bizim qulağımıza sırğa olsun ki, xarici dövlətlərdən ummaq və hətta qardaş dövlətlərimiz, Türkiyə, Azərbaycan'a deyirəm ki, oturaq onlar bizi gəlib qurtaracaqlar, kökündən Filistin təcrübəsinə baxdığımızda yanlış və yanlışdır. Bu zehniyyətdən dönmək lazımdır. Əlbəttə, burada bir parantez açım. Bəzi bir şəraitlər gəlir ki, xarici dövlətlər öz mənfəətlərinə görə gəlirlər ki, ölkələrə. Məsələn, Amerika gəldi, girdi Əraqa. Amma orada kütlərdən ötü gəlib girmədi Əraqa. Yəni, kütlər çaba göstərməyədə da Amerika gəl bizi qutar və Amerikada kütlərdən ötü gəlsin. Elə bir şey mümkün deyil. Amerika öz mənfəəti üçün gəldi ora, orada da kütlər olanı işbirliklərində bir şey qazandılar. Bu başqa şeydir mənim dediyimdən. Amma biz strateji quracağıq ki, xarici dövlətlər və ya qardaş dövlətlər gəlib bizi qurtaracaqlar. Bu kökündən siyasi təcrübə, siyasi bilim və siyasi tarixə baxdığımızda kökündən yanlışdır. Və bu zehniyyəti olanlarla bizim hərəkatın içində ayrılıq düşmə, güc bölünməsi və bu zəif durumu daha zəif göstərilməsində bu zehniyyətlərin rolu olmasını istədim burada. Filistin təcrübəsindən sizə göstərmiş olum. Çox sağ olun.